Pələng köpək balığı okeanların ən təhlükəli yırtıcılarından biri hesab olunur. Adını bədənindəki pələngin dərisindəki zolaqlara bənzər tünd zolaqlardan alır. Bu növ əsasən tropik və subtropik sularda yaşayır. Onlar təxminən 5 metrə qədər böyüyə və 600 kiloqramdan çox çəkiyə çata bilirlər. Pələng köpək balığı demək olar ki, hər şeyi yeyə bilir. Balıq, tısbağa, dəniz quşları və hətta bəzən zibil belə onların qidasına daxil olur. Bu səbəbdən onlara okeanın təmizləyicisi də deyilir. Ən maraqlı xüsusiyyətlərindən biri isə çox güclü qoxu hissidir. Onlar suyun içində kilometrlərlə uzaqdakı qanın izini hiss edə bilirlər. Dişiləri bir dəfədə ondan 80-ə qədər bala dünyaya gətirə bilir ki, bu da köpək balıqları arasında yüksək göstəricidir. İnsanlara hücum halları nadir olsa da, pələng köpək balığı ağ köpək balığından sonra insan üçün ən riskli növlərdən biri sayılır. Daha çox belə məlumat üçün səhifəni izləməyi unutmayın.